Herkese salam, ben Nuray Mustafayeva. Bugün sizlərə riyaziyyatı necə öyrənək başlığı altında video çəkəcəm. Ona qeyd edim ki, əgər bugün deyəcəyim bütün qızıl qaydalara birlikdə və sistemli şəkildə əməl etsəniz, əmin olun ki, riyaziyyatda nəticənizi yüksəldə biləcəksiniz. Əsas imtahanlarda, sınav imtahanlarında da riyaziyyatı yaxşı yaza biləcəksiniz. Hətta əgər riyaziyyatı sevmirsinizsə, sevəcəksiniz. Bəzən deyilir ki, riyaziyyat istedad tələb edir, riyaziyyat çətin fəndir, yaxud da riyaziyyat sadəcə əzbər fənnidir. Bunlar hər biri sadəcə mifdir və sadəcə riyaziyyat biraz daha diqqət tələb edən və sistemli, planlı şəkildə çalışmaq tələb edən bir fəndir və o sistemi necə quracaqsınız? Bugün mən sizə onlar haqqında ətraflı məlumat verəcəm. Onu qeyd edim ki, riyaziyyatı öyrənmək mənim üçün 6 mərhələdən ibarətdir. Yəni ki, əgər bu 6 mərhələni doğru şəkildə yerinə yetirsəniz, əmin olun ki, riyaziyyatı öyrənmək sizin üçün elə də çətin olmayacaq. Gəlin başlayaq və bir də onu da əlavə edim ki, mən 6 mərhələnin hər birini təklikdə bir açar sözlə ifadə etmişəm və ilk öncə açar söz deyəcəm, daha sonra onun haqqında ətraflı şəkildə danışacağam. Bildiyimiz kimi də təməl sadəcə riyaziyyatda yox, bütün sahələrdə vacib bir termindir, hansı ki, təməl çox vacibdir. Müəllimlərimiz də bizə hər daim nümunə gətirir ki, əgər bir binanın təməli zəifdirsə, o bina uzun ömürlü olmayacaq. Ona görə də təməlinizin zəif olmağı, yaxud da başdan soğuda etdiyimiz bəzi dərslər qarşımıza çıxacaq və bizim nəticəmizin düşməsinə səbəb olacaq. Ona görə də təməlimizin güclü olmağına xüsusi diqqət yetirək. Yəni biz əgər natural ədəd nədir bilmiriksə, nə bilim 2 rəqəm nə ədədir, 2 rəqəm nə ədədir vura bilmiriksə, kəsr nədir bilmiriksə, onda təbii ki də bizim riyaziyyatdan nəticəmiz aşağı olacaq. Ona görə də təməl dərslərdə zəif buraxdığımız heç bir nöqtə olmasın. Gündəlik 1 saat, 1 saat yarım təməl biliklərini ayırın, əgər zəifdirsə, onları gücləndirin, daha sonra riyaziyyatın digər mərhələlərini öyrənməyə keçin. İkinci açar sözümüz nəzəriyyə. Hansı ki, bu da bir çox imtahanlara hazırlaşanların etdiyi böyük bir səhv olur ki, nəzəriyyəyə diqqət yetirmirlər. Biz bəzən ev tapşırıqlarını həll etmək üçün tələsirik, testləri yazırıq, nəzəriyyəni oxumuruq. Hər bir dərsin özünə aid qısa da olsa, hətta bəzən uzun, əsasən də həndəsədə daha çox nəzəriyyə hissəsi olur, bunu bilirik. Birbaşa testlərə keçirik. Yəni nəzəriyyəyə diqqət yetirmədən, nəzəriyyəni ətraflı şəkildə öyrənmədən əsla testləri işləməyə, ev tapşırıqlarını işləməyə, sınaqları işləməyə keçməyin. Nəzəriyyə də yəni bir o qədər vacibdir, sınaqlar, testlər qədər nəzəriyyə də çox vacibdir. Ona görə də nəzəriyyəyə də çox diqqət yetirin. Dediyim kimi əvvəlcədən də düşünürük ki, riyaziyyat sadəcə əzbər fənnidir. Bu da bir mifdir. Yəni sadəcə boş bir cümlədir. Düsturlar təbii ki də orada boş-boşuna səhifələrə düzülməyib. Hər birinin mənası, hər birinin yaranma mərhələsi var. Ona görə də düsturların necə yarandığına da diqqət edirək. Çünki bu mənim də başıma çox gəlibdir. İmtahanda düsturu unutmuşam, yaxud da qarışdırdığım düsturlar da olubdu. Yəni ona görə də əgər düsturun hardan gəldiyini, necə alındığını bilsəniz, əmin olun ki, həmin düsturu öyrənmək həm daha rahat olacaq sizin üçün, həm də o düsturu bir də unutmayacaqsınız. Düsturları quru-quru, sadəcə yəni düstur olduğu üçün əzbərləməyin. Hər birinin yaranma mərhələsi necə yaranıbsa, ona xüsusilə diqqət yetirin. Çox önəmli bir mərhələdir. İmtahanda da bizə çox kömək olacaq. Dördüncü açar sözümüz davamlılıq, hansı ki, bu da çox vacib bir mərhələdir. Davamlılıq dedikdə həftədə özünüzə xüsusi günlər ayırın. Məsələn, hər gün ola bilər, hər gün 1 saat, 1 saat yarım, yaxud bir gündən 1-2 saat və s. bu şəkildə davamlı hazırlaşın. Sadəcə riyaziyyata aid deyil, bütün sahələrə aiddir. Yəni bir şeyi öyrənməyə qarşınıza məqsəd qoymusunuz, uzun bir ara verirsiniz. Yəni 2 gün dalbadal öyrənirsiniz, tutaq ki, 3-4 gün öyrənmirsiniz, bir həftə ara verirsiniz. Bu da çox böyük səhvdir. Davamlılığa da xüsusi diqqət edin.
Beşinci açar sözümüz səhv dəftəri, hansı ki, bu da çox önəmli bir mərhələdir. Səhv dəftərinizin almağı sizin üçün çox böyük bir uğur olar. Yəni səhv dəftəri həqiqətən də çox işə yarayır. Məsələn, mən sınaqlar işləyəndə qarşıma yəni bir misal çıxırdı məsələn. Onu yerinə yetirə bilmirdim. Onu bu səfər düşündüm ki, hə, öyrəndim, artıq qoydum kənara, yazmadım onu dəftərə. Ancaq daha sonra o qarşıma çıxanda unutmuşam. Yəni bu hallar çox təkrarlanır. Ona görə də nə qədər ki, səhv dəftəriniz olsa, bir o qədər yaxşıdır. Səhvləri yazıb, daha sonra üzərindən keçməyiniz əmin olun ki, sizə çox yüksək nəticə göstərməyinizə təkan verəcək. Altıncı açar sözümüz sınaq. Hansı ki, bu da çox vacib bir mövzudur. Ev tapşırıqları ilə kifayətlənməyiniz düzgün deyil. Ona görə də özlərinizdə çox çalışın. Sınaqlar işləyin. Əvvəlki illər düşmüş suallardan işləyin. Əsasən də əvvəlki illər düşmüş suallar bizə daha çox müsbət təsir göstərir. Bir səhvimizi bir neçə dəfə təkrarladıqdan sonra artıq o səhvi eləməməyi diqqət yetiririk və bu da bizə çox gözəl bir üstünlük verir ki, hə, imtahanlarda daha diqqətli oluruq. Ona görə də özlərinizdə çox çalışın, səhvlərinizə diqqət yetirin. Mən 6 qızıl qaydamın 6-sını da sizə tövsiyə elədim. Əsas odur ki, heç vaxt motivasiyanızı itirməyin. Biraz çətinliklər olacaq, başa düşmədiyiniz nöqtələr olacaq. Ancaq əsas odur ki, özünüzə güvənin. Yəni məqsədinizdən heç vaxt geri dönməyin. Hələ ki, sağ olun. Mənə dəstək olmaq üçün videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Sağ olun.